Bugün gedirik Vasmoy bazarına, gedək görək marketlərlə Vasmoydakı fərq nə? Özünü necə hiss edirsən? Hər dəfə bu tefən çıxanda. Özüm çox bərbad hiss edirəm. Çünki niyə? Bu təpə biraz üzü yuxarıdır. Çıxana kimi adamın nəfəsi kəsilir. Yay vaxtında biraz arıqlamaq lazımdır, düzdürmü? Mən də arıqlayıram da, nə deyim. Çoxu deyir rayonlarda hər şey ucuzdur. Rayonlarda ola bilər ucuz, çünki bir çox rayonlarda əlbəttə meyvələr oradan gəlir Bakıya. Ona görə də orada ucuz olması normaldır. Amma şəhər yerində, biz tərəflərdə və digər bazarlarda rayona nisbətən qiymət fərqi yəni baha olur, əlbəttə, çox olur. Bana 2.70'dir burada. Almaq istəyirsən? İndi hazırlayacaqsan, sağ ol. Valla beləyə qalsa o qədər də yəni yaxşı deyil. Bir çox şeylərdə bahaçılıqdır, açığını deyim. Bilmirəm, görək nəsə tapa biləcəyik. Belə qəşəng armudlar var burada, dəymişdir özdə. 4 kilo, hə? Bugünlük bu qədər. Bizim Vasmoy vlogumuz da belədir. İnşallah daha gözəl bir yerlərdə, daha gözəl vlogları sizlərlə çəkib paylaşacağıq. İnşallah. Əslində mənim fikrimə qalsa, mən də deyim ki, bu fikrimi bildirim. Belə də o qədər də siz deyən şey yoxdur, fərq yoxdur. Rayonlara yenə deyirəm, rayonlarla müqayisə etmirəm, çünki rayonlarımızda həddindən artıq qiymət fərqi olur, çünki rayonlarda ucuz ola bilir. Amma burada rayona nisbətən bahadır. O ki qaldı Bakının bölgələrinə. Bakının bölgələrinə nisbətən bura biraz yaxşıdır, yəni gəlməyə dəyər. Bayat Hasandan çıxardım həyətə qiyməyə, belə ağgilas aldım, bunlar sifariş üçün çörək aldım, banan aldım, təban olmazsa olmaz. Demək olar ki, heç bu qədər şey almadım, amma maşallah pul getdi.